Ən böyük itkiniz nədir? Mən çox istərdim ki, yəni anam yaşayırdı. Çünki biz atamızla heç nə danışıb bölüşə bilməzdik. O kifayət qədər sərt adam idi. Biz anamızla ancaq danışardıq, bölüşərdik. Əslində həyatımın, insan olaraq həyatımın ən böyük itkisi anamın hesab edir. Özündə çox qəribədir, insan yaşadı olduqca anasından daha çox ehtiyacı olmuş, atasına yox. Nə onun sirri, bəlkə ondandır ki, biz anamızın bədənindən yaranırıq. Ona görə yaşadı olduqca o ağrını, o bir tərəfin boşdur, bir tərəfin ağrıyır həmişə. Mənim ən böyük itkim anamdır.